Salam əzizə tamaşaçılar. Şumani dəxədu salamlamış qardım. Ümri əmə janan qle sosial ciddi sosial problemi ku ciddi sosial baloku sıxan bakamon. Kammanda ki həmin problem çəmə Azərbaycanda, çəmə dövlətdə də, ələl xüsusən çəmə zonada və trend uğunu. Ki aylun pevlobe problemi. Yəni Türkiyədə bu tamam boşanma problemi. Təəssüfüm budur ki, oxuna sorunla da aylun pevlobe halın və ziyodaba. Kimi bəlli səbəbi onuşusu, az qılı qədə xronoloji konspektim qata çalışmış problem ki, başma və ya dorozanaba məlumatın sımanı sısnıqam, bəzi məlumatın başma budan. Problemi onda qıleyni ki, aylun iqtisadi vəziyyət, maddi vəziyyəti nisbətən və ya çox vəziyyətə də nəbəy. Ki, aylun maddi vəziyyətin qumbe səbəbin qıləyən visti iminci soru, ələ xüsusən oxunaminci daha sonra da maddi ehtiyacın VB-yi. Aman ki, ailə ki, gəlirin çıxarın, yəni ka uma kapital və xarcba kapitali disbalansı. Aman cavana aylın da stresi səbəb edə, söz-söhbətin səbəb edə, aman ailə təəssüfün budur ki, pevlobe var da bekarda. Kimin səbəbinin da qıleyni, kəmə qədimə, klasika, ənənum təsir kardı və degradasiya uğramış bey. Aman əsas məsalınday və ailə pevlobe səbəbində qıleyni. Bu məsələ pidəmi və diqqət bakanan ki, Avropa ku uma zirdibilun filtrasiya kardanimon çoku umay ki, bənə dəyəri pəqətdəmon bəhbəhi başda həyatı tətbiq kardamon. Kimin də qıleyniyən ki, moynun, yəni jen toyfun karyerist təfəkkürü və karyerist təfəkkürü sohibbi. İllən təhsili prioritet məsələ kardığı. Amma vottanimon, moynun, kinə xeyləğun, təhsil səyə əzinin, əksinə, amma əksi tərəftorimon, ümrücnə kəmə kinə xeyləğun, kəmə moynun bəpi əvun təhsil bəssanın. 21-ci sor innovasiya dövrü, kompüter texnologiya dövrü, bəpi kinonan, merdonan həmə təhsil bəssanın. Bəki quluş təhsil isə vətəndaş güclü dövlət, üzünlüğə dövləti. Amma belə təhsili əksinimon. Amma təhsil kayna ailə də prioritet bedə. Kayna kay jen, kay moyna karyerist təfəkkür soy bedə merdun jenun vıra saf egonda. Yəni ailə daxilədə jeni merdi vıra saf eginiyədə amma söz-söhbətin omədə bekarda və ailə dua dəyər və ağlın tərbiyə məşğul bir manda seminci, çominci, peminci vırada və kukarda karyerist təfəkkür edə və jen toyfa iqtisadi asliyyətə də beşə bəpişdə dominantlıq kardeş bir dəkədə. Kayna jen kada dominant bedə amma ailə pevlobe vardı bekarda. Az öjanan qeyd kardam. Bu da məni saf basa danışın, çama tamaşa koyun, amma bu təhsili, ələr xüsusən və kinun təhsili əksinimun, amma pidəmən əvun təhsil bəssanın, amma pidəməni əvun başda aid və vurunda kubakan, az bu nezunada co efirunda Türkiyədə amma votemi ki, jenun kukardı bəznin, ancaq az pidəmni ki, çəmə Azərbaycanı, çəmə Müslümana jenun, büşün, moynun, kinun, büşün kun turistik, qeyri-turisti və pivə buban, harda buban, jenin kukardı bəzən, ancaq başda aid və varonada. Bu məsələn bəpə diqqət bakamın, əmunan, statistika nüşün kardakı əmunan və ailə pevolu vardı bekardı da. Çı problemin da qıleyni və həddi buluq nırasa ağlın və nigah dəşey. Doğran diqqət kardı lazım, əman çəmət toluşu zona və yaralıya varonday statistika quruş çəmə zonada bu məsələ və rastlım edə. Amma vottanimon
çəmə dinsə, mən müsəlmanım, məsəl üçün 17 yaşada odam ailə qurmuş kay əzini və şu şey əzini. Bəzən 17 yaş əslində bioloji tərəfədə və həddi buluq rəsə yaşı. Ancaq ki, dövləti qanunverici ilə işləsə, 18 yaşı, limit 18 yaşı. 18 yaş əslində bəlkəmə bölgəyə, bəlkəmə zonaya, bəlkəmə coğrafi tərəfinin və optimal belə yaşı az düşünmüş bedəm. Bəlkə quruş çəmə tərəfdə 18 yaş adamın şəxsiyyəti formalaşmış bir yaşı. Amma adam artıq məktəbi səkarda, əgər universitetdə işləsə, universitetdə işlə, artıq bu əskarati şeydə omid, əgər zoysa, şəhbə əskarati artıq belə bir şəxsiyyəti formalaşmış bir dövrə. 18 yaşada ən yaşı bu ailə qurmuş qarda. Amma təəssüfüm budur ki, çəmə tərəfində senzə, çurda, 15 yaşda kinon başududan amma ailə pevli vardı bekardı da. Bəlkə quruş, çəmə tərəfədə ailə dəyərun ikka cücürün. Çinə və vəyüşədə dızva nənə, dızva hova in müddət ivrada budan. İvrada jiyədən. Amma bu çorda 15 yaşda Çinəyo davun kommunikasiya kayo və yola problem karda. Amma var da bekarda bu ailə pevulu be. Açıq quruş və həddi buluğa nərasa ağlun rə və nigah tanıy lazımdır. Əziz tamaşaçılar, əminə qeyd edirəm ki, ailə pevulu kardı və hosunu və illə sadə adi söhbəti ailənin pevulu kay bəbi. Ancaq ailəni mühafizə kardı və önəmini və çətinən məsələ əllər xüsusən ısatma dövrədə. Amma bəpə işte klasik dəyərun, klasik ailə modelin fik budamın. 5 sor çimana, 6 sor çimana, amma deyəkamın çəman mamyun, çəman dayun, xalun, həmmə qadaçanın ağıl var. Əllər xüsusən çəman toluşu zonada. 8 kas, 10 kas, 10 kas. Qəhrəman ana mükafatı ismi. Çəman tərəfədə qəhrəman anın ismi. Avun ba salxuz şedəbin, ba kalxuz şedəbin, illə ağlı başda kul qətdəbin, dığla ağıl qonda qada bardabin, işte kuan kardabin. Avunu handovun dəbin, avunu uğat dəbin, dışinəçay. Və yəni sosial vəziyyət üçün çox nəbə. Ancaq həminə kanundan tarixçün 5dəbin, alimun 5dəbin, ədibin 5dəbin, həkimin 5dəbin. Avun eyni zamanda da savodsuzda nənədir, savodsuzda dədə, yəni səmə babun təhsillə dudabin. Çavun kələməqər söhbət nəbə, söhbət hər qədəhəsi. Bəyəm söhbət nəbə kələsi, insan hısəsə, odam hısəsə, deməli müxtəlif xarakterin hısın. Əgər mütləq konfliktəsə, amma hər xırda konflikti, qədə konflikti quruş ailə pevlu kardı əbini. Aspidəmi başma dəhazo 24 soru statistika boğutum. Həqiqətən yəni çox statistikanı odan məyus bədə bu media kardiyada. Azərbaycanada ümumi və nicah dəşəkasının say kamba, pevlubas aylon say işte var adamanda. Təxminən 5 hazukas və nicah daşa 22 hazukas aylaş pevolo karda. Həm həqiqətən katastrofik belə rəqəmi, faciəli belə rəqəmi. Az pidəmli doroz bakama videonu, kimi ətrafada və qəpşə bəbi əslində həqiqətən qlobal problemi, dünyada belə qlobal problemi, amma də illə ruh mühafizə kardı bəzməm. Amma başda dəyərun soy başamın. Amma başda klasik ailə modeli mühafizə bakamın. Əv vətəni ki, amma dünya da bamandəmin. Amma başama təhsili, heç belə təhsil kardanı mütaliə baka, zıvonun ümid, innovasiyanı ümid, kompüterin ümid, IT sahədə, həkim bibi, müxtəlif peşunda işte dərəcəni artırmış bu ka, amma işte ailəni mühafizə buka. Mühafizə kardı vətədə kiç qast kardamın, çəmən nəzarəti işi, jenun, merdun varab apaya saf ene qunu. Kadar merd bu, jen bu, ağlına işte dada nənə hörməti oğatın. Roğu işte ailəni bana mühafizə bukamın, və hər qədəməsalı quruş, ailə pevulu kardı nə bəmə,
Nəbəçəmə dövləti, Nəbəçəmə Toluşuzu onun xeyir işini. Təşəkkür qardaşım. Bəli. Amma İlham xanımın oxuduğu bu nə diviziyoniyadır mahnısını Bəli. 3000-5000 adam izləyir. Aha. Yəni mən bir 5 milyon. 5 milyon. 5 milyon. Ən Milyonlar bədbəxtliyimiz, danışın. ən bədbəxtliyimiz. Məsələ İlham xanımla gör. Mənim narahatçılığım ondan dolayıdır ki, bir mənəvi məsələlər üzrə ekspert kimi 20 ildən sonra, 25 ildən sonra bizim gənclərimiz başqa bir ruhda böyüsün. Bizə Avropadan gələn bütün dəyərlərə dəyər adı qoyub, onları filtrasiya etmədən, süzgəcdən keçirtmədən cəmiyyətimizə qəbul edək. Mənim narahatçılığım ondan dolayıdır ki, o Şuşanın sıldırım qayalarını aşıb Erməniyə qalib gələn və erməninin gözləmədiyi yerdən hücum çəkən əskərin ruhu 25 ildən sonra olmayacaq.